Bu İslamın tələbidir və bunu bütün dünya bugün yığışa, araşdıra, görər ki, bu insanlığın tələbidir. Allah o şeylər ki, məntiq, ağıl və kişilik qəbul eləyir, bizə əmr eləyib. O şeylər ki, məntiqdən, ağıldan, kişilikdən kənarda Allah bizə əmr eləməyib. Din olmasa da bizim bir dənə qanunumuz var, husn-i qubh-i əqli. Yəni din olmadan belə Allah bizim ağlımıza bir dənə qabiliyyət verib, bir dənə bacarıq verib, yaxşı ilə pis ayırd eləyə bilir. Yəni Quran nazil olmasaydı da, peyğəmbərlər gəlməsəydi də, din gəlməsəydi də, İslam gəlməsəydi də, Allah ağlımızı yaradanda bu cür yaradıb ki, yıxılanın əlindən tutmağa yaxşı baxırıq, yıxanın da əlin qırmağa yaxşı baxırıq. Susuza su verərlər də, susuzun suyunu əlindən almazlar ki. Bunu insanın vicdanı qəbul edir. Ona görə dinimiz məntiqin, ağlın üstündə qurulub. Həzrət Əleyhisselam deyir ki, zalimin qarşısında olun. Özdə deyir, xəsma, düşmən olun zalıma. Yəni zalimlə heç vaxt dostluq eləməyəsən.